Saç qıran nədir? Mövzuya keçməzdən əvvəl tüklər haqqında qısa bir məlumat vermək istəyirəm. Belə ki, biz yaşadığımız müddət ərzində tüklər də böyüyür, uzanır və müəyyən inkişaf dövrü var ki, onu tamamladıqdan sonra naziləşərək tökülməyə başlayır ki, biz bunu günlük olaraq müəyyən saç tökülməsi şəklində izləyə bilirik. Lakin bəzi patogen tük daxili faktorlardan və xarici faktorlardan, tük xarici faktorlardan asılı olaraq tüklər aktiv uzanma dövründə müəyyən bir maneələrə rast gəlir ki, burada artıq tük uzanaya bilmədiyi üçün həmin maneə bölgəsində nazilləşərək qırılır və düşür. Biz buna saç qıran deyirik. Və təbii ki, saçları müayinə etdiyimiz zaman burada müxtəlif formalarına rast gəlir ki, bunlara trichoreksis nodosa, trichoreksis invaginata, monolaterex, pili torti, pili annulati, trichopitulozis və s. kimi növlərinə rastlayırıq. Bunlar nədir? Tüklərin dəri səviyyəsində qırılması şəklində, tüklərin düyünlənməsi şəklində, tükün baş hissəsi ilə uc hissəsinin bir-birinin içərisinə girməsi şəklində rastlayırıq. Bu hansı ki, tükü müayinə etdiyimiz zaman biz burada bambuk ağacını xatırladan bir görünüşlə qarşılaşırıq. Bundan sonra tükün özünün düyünlənməsidir ki, bu şəkildə görə bilirik və yaxud da trichopitulozis adlandırdığımız tükün haçalanması şəklində 2-yə haçalanma, 3-ə haçalanma və s. kimi 4-ə hətta haçalanma kimi izləyə bilirik. Bu tükün uc hissəsində və dəriyə yaxın olan hissəsində baş verə bilir. Və bütün bunlar bizə nə üçün lazımdır? Ümumi adı saç qıran olsa da bu növlər bizə tükün daxili bir patogen faktorla bağlı, faktora bağlı dağılmasını mı, zədələnməsini mi göstərir və yaxud da ki, xarici bir faktorların təsirindən tükün zədələnməsi haqqında məlumat verir ki, bu isə bizə qorunma tədbiri haqqında bizə yol göstərir və eyni zamanda hansı müalicəni verəcəyimizi müəyyənləşdirir.